Deməli, bir neçə gün əvvəl belə bir sual paylaşılmışdı. Bu sualın izahını verək. Bizdən BAC bucağını soruşur. Biz BAC bucağını bir x desək, bərabəryanlı trapeziyada bilməliyik ki, yəni sağ tərəfdə qaydası var. Yəni oturacağı iki bucaqlar bərabərdir. Yəni A bucağı ilə D bucağı bərabərdir. Bu qaydanı tətbiq etsək, bu olacaq 35 dərəcə plus x. Yəni A bucağı 35 plus x olur. Və buradan da ACD düzbucaqlı üçbucağına fikir versək, yəni iti bucaqların cəmi 90 dərəcə olmalıdır. Yəni 35 dərəcə plus 35 dərəcə plus x bərabər olmalıdır 90-a və buradan da x olmalıdır 20 dərəcə. Deməli, bir neçə gün əvvəl belə bir sual paylaşılmışdı. Bu sualın izahını verək. Bizdən BAC bucağını soruşur. Biz BAC bucağını bir x desək, bərabəryanlı trapeziyada bilməliyik ki, yəni sağ tərəfdə qaydası var. Yəni oturacağı iki bucaqlar bərabərdir. Yəni A bucağı ilə D bucağı bərabərdir. Bu qaydanı tətbiq etsək, bu olacaq 35 dərəcə plus x. Yəni A bucağı 35 plus x olur. Və buradan da ACD düzbucaqlı üçbucağına fikir versək, yəni iti bucaqların cəmi 90 dərəcə olmalıdır. Yəni 35 dərəcə plus 35 dərəcə plus x bərabər olmalıdır 90-a və buradan da x olmalıdır 20 dərəcə.